Bəxtiyar Vahabzadə deyib ki, quş oxudu, fərəhləndik. Daş oxusa, neynəməli? Hörümçəklər tort oxudu. Kolt oxusa, neynəməli? Dedim dünya bir tamaşa. Hər arzumuz gəldi başa. Dediklərim başdan başa. Boş yuxusa, neynəməli? Səsimiz yox, küyümüz var. Oxumuz yox, yayımız var. Dəmə gəlmiş çayımız var. Qənd yoxdursa, neynəməli? Yalanlardan cana doyduq. Ona uyduq, buna uyduq. Ət qoxudu, duza qoyduq. Duz qoxusa, neynəməli? Ət qoxudu, duza qoyduq. Duz qoxusa, neynəməli?